2025-ci ilin Time kitabından bir suala daha baxırıq. Yenə də idiomlar. To keep your head above water, başını suyun üzərində saxlamaq, yəni vəziyyətin çox çətindir və özünü bir təhər saxlayırsan, bir təhər dolandırırsan deməkdir. To make ends meet. To make ends meet elə xərclərin qədər ehtiyacın olan qədər xərcləyirsən demək. Yəni ki, zorla ayın axırını gətirirsən deyək. To drown in debt isə borc içində üzməkdir. Debt sözünə fikir verin. Burada B oxunmur və debt kimi oxunur. Çox B-ni da tələffüz edirlər. Deməli, variantlara baxırıq. To have just enough money to buy what you need. Ehtiyacın olan şeyi alacaq qədər pulun var. To make ends meet'dir. 2A. Sonra to owe so much money. Owe sözü elə borclanmaqdır. Debt sözü ilə sinonimdir. Ona görə də 3B-dir. Yəni, maliyyə problemlərim var, baş edə bilmirsəm, çoxlu borcum var. 3-ə baxır, C-yə baxır. To just be able to manage, especially when you have financial difficulties. Bu, to keep your head above water'dır. Yəni ki, vəziyyətin, maliyyə çətinliklərin çoxdur və özünü zorla idarə edə bilirsən. Belə, bəyəndisə, like edib abunə olmağı unutmayın. Hələlik.